Əziz dinləyicilər, sizə təqdim etdiyimiz bu audio yazılarda müəllifi Mehdi Pişvai olan Məsum İmamların Həyatı kitabından istifadə etməklə əldə olunmuş bir qrup tarixi məlumatlar mövcuddur. Şiə.az saytına məxsus Elmi Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə ərsəyə gəlmiş bu audio yazı Oktay Əkbərov tərəfindən səsləndirilmişdir. Yayım hüquqları Son Ümid TV-yə məxsusdur. Həzrət Əli əleyhissalam xəlifələr dövründə Həzrət Əli əleyhissalamın bu dövrdə gördüyü işlər aşağıdakılardan ibarətdir. 1. Allah Teala'ya ibadət. Həzrət Əli əleyhissalam elə ibadət edirmiş ki, Səccad və Zeynul Abidin ləqəblərini alan 4-cü imam Həzrət Əli ibn Hüseyn əleyhissalam öz ibadətini babasının ibadəti qarşısında çox az hesab edirmiş. 2. Qur'anı təfsir etmək. İmam Əli əleyhissalam Qur'an ayələrini təfsir etmiş, mütəşabih ayələri müsəlmanlara açıqlamış, Abdullah ibn Abbas və onun kimi böyük təfsirçilər yetişdirmişdir. 3. Dünyanın müxtəlif yerlərindən gələn alimlərin, xüsusilə də Həzrət Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin vəfatından sonra onun gətirdiyi din barədə maraqlanan və Mədinəyə gəlib müsəlmanlara suallar verən Yahudi və Məsihi alimlərinin suallarını cavablandırmaq. Tarixi faktlara istinadən bu suallara Həzrət Əli əleyhissalamdan başqa heç kim cavab verə bilmirdi. Şübhəsiz ki, əgər bu suallar cavablandırılmasaydı, İslam dininin haqq din olması şübhə altına düşərdi. 4. Müsəlmanların qarşılaşdığı yeni şəriət məsələlərini izah etmək və qazilərin mühakimə yürüdə bilmədikləri dolaşıq məsələlər barədə hökm çıxarmaq. Həzrət Əli əleyhissalamın mühakimələrini onun əvəzsiz xidmətlərindən hesab etmək olar. Əgər səhabələr arasında Həzrət Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin təbirincə desək, ümmətin ən elmlisi və qəzavət işlərində hamıdan bilikli olan İmam Əli əleyhissalam kimi bir şəxsiyyət olmasaydı, İslamın elə ilk dövrlərində bir çox şəriət məsələləri izahsız qalacaqdı. Biz bu əqidədəyik ki, Həzrət Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin vəfatından sonra onun yerində müsəlmanların hər zaman qarşılaşdığı şəriət məsələlərinin hökmünü açıqlayan, ümməti sapqınlıqdan və qiyas etmə kimi səhv yollardan qoruyan, bir sözlə elm və təqvada Həzrət Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin özü kimi bir şəxsin olması zəruri idi. Bu şəxs isə demək olar ki, bütün səhabələrin etirafına görə Həzrət Əli əleyhissalam idi. Həzrət Əli əleyhissalamın Qur'an ayələrinə əsaslanaraq yürütdüyü mühakimələr hədis və tarix kitablarında qeyd olunub. Hətta bu mühakimələr haqqında ayrıca kitablarda yazılıb. 5. Mənəvi yüksəlişə qabil olan pak insanların təlim-tərbiyəsi. Bu şəxslər imamın təlimləri sayəsində mənəviyyat zirvələrinə yüksəlmiş və zahiri gözlərin görmədiklərini batini gözlə müşahidə etmişlər. 6. Kimsəsizlərə və yoxsullara əl tutmaq. İmam Əli əleyhissalam hətta öz əlinin zəhməti ilə bağlar salıb, quyular qazır, onları cəmaatın istifadəsinə verirdi. 7. Dövrün xəlifələri siyasi məsələlərdə və idarəçilik işlərində çətinliklərlə üzləşib çıxılmaz vəziyyətdə qaldıqları zaman Həzrət Əli əleyhissalam onların ən etimadlı məşvərətçisi idi. Həzrət Əli əleyhissalam öz uzaq görənliyi və tədbiri ilə mövcud çətinlikləri həll edir, onlara öz vəzifələrini aydınlaşdırırdı. Bu müşavirələrin bəzisi Nəhcül Bəlağədə və digər tarixi mənbələrdə qeyd olunmuşdur. Həzrət Əli əleyhissalamın xidmətləri.
Danılmaz həqiqətdir ki, Əbu Bəkr və Ömər öz xəlifəlikləri dövründə həm siyasi məsələlər, həm də şəriət məsələləri xüsusunda qarşıya çıxan çətinliklərin həllində Həzrət Əli əleyhissalama müraciət etmiş və onun elmindən bəhrələnmişlər. Aşağıdakı tarixi faktlara nəzər salın. Romalılarla müharibə. O dövrdə İslam hökumətinin qatı düşmənlərindən biri də Roma imperiyası idi. Roma imperiyası şimal tərəfdən İslam hökuməti üçün təhlükə sayılırdı. Həzrət Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm ömrünün son anlarınadək Roma imperiyasının təhlükəsini nəzərdən qaçırmadı. O, Hicri 8-ci ildə Cəfər Təyyarın başçılığı ilə Şam sərhədlərinə qoşun göndərdi. Ancaq İslam qoşunu 3 sərkərdəsini və çoxlu sayda döyüşçülərini itirərək uğur qazanmadan Mədinəyə döndü. Hicri 9-cu il Həzrət Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm bu məğlubiyyətə cavab vermək üçün böyük bir qoşunla Təbuk məntəqəsinə tərəf yollandı. Ancaq İslam qoşunu düşmənlə üzləşmədən Mədinəyə qayıtdı. Bu səfərin bir sıra müsbət nəticələri oldu və bu hadisə tarix kitablarında müfəssəl şəkildə qeyd olunmuşdur. Bir sözlə, Romalıların hücum təhlükəsi Həzrət Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmi daim düşündürürdü. Yatağa düşən və ömrünün son günlərini yaşayan Həzrət Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm mühacir və ənsardan ibarət bir qoşunun Şama tərəf hərəkət etməsini əmr etdi. Bu qoşun Mədinədən cəmi bir neçə kilometr aralanmışdı ki, Həzrət Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm dünyasını dəyişdi. Bəzi səbəblər üzündən isə həmin qoşun Mədinəyə geri qayıtdı. Xəlifə Əbu Bəkr Həzrət Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin vəfatından sonra onun Romalılarla döyüş barədəki fərmanını icra etmək barədə tərəddüddə qalmışdı. Buna görə də səhabələri bir yerə toplayıb onlarla məsləhətləşdi. Hərə bir təklif irəli sürdü. Ancaq bunların heç biri Əbu Bəkri qane etmədi. Nəhayət, Əbu Bəkr Həzrət Əli əleyhissalam ilə məsləhətləşməyi qərara aldı. Həzrət Əli əleyhissalam onu Həzrət Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin bu fərmanını icra etmək üçün ürəkləndirdi və buyurdu ki, əgər vuruşsan, qalib gələcəksən. Tərəddüddən çıxan xəlifə Əbu Bəkr sevinib dedi, xeyrə yozdun və yaxşı müjdə verdin. İkinci xəlifənin Həzrət Əli əleyhissalam ilə siyasi müşavirəsi. Həzrət Əli əleyhissalam ikinci xəlifənin də elmi, siyasi və ictimai məsələlərdə müşaviri idi. Hicri 14-cü il müsəlmanlarla Sasani imperiyası arasında Qadisiyyə adlı məntəqədə çox ağır bir döyüş baş verdi. Bu döyüşdə müsəlmanlar qalib gəldilər. Bu döyüşdə Sasanilərin ordu başçısı Rüstəm Fərruxzad çoxlu sayda döyüşçüsü ilə qətlə yetirildi. Bu qələbə nəticəsində İraq ərazisi bütünlüklə İslam hökumətinin nəzarəti altına keçdi və Sasani imperiyasının paytaxtı Mədain şəhəri müsəlmanların əlinə düşdü. İran döyüşçüləri canlarını qurtarmaq üçün ölkələrinə geri çəkildilər. Sasanilər qorxuya düşdülər ki, İslam ordusu yavaş-yavaş irəliləyib bütün ölkəni ələ keçirə bilər. Bu təhlükənin qarşısını almaq məqsədi ilə Sasani imperatoru Yezdigərd Firuzanın sərkərdəliyi altında 150 minlik bir ordu yığdı. Firuzana tapşırdı ki, müsəlmanların hücumunu qabaqlayıb fürsət düşən kimi birinci hücuma keçsin. Müsəlmanların ordu başçısı Səd ibn Vəqqas xəlifə Ömərə məktub yazaraq düşmən ordusunun hərəkət etdiyini xəbər verdi və bildirdi ki, Kufə ordusu döyüşə hazırdır. Yaxşı olar ki, düşmən hücuma keçməzdən qabaq onları qorxutmaq üçün biz birinci hücuma keçək. Xəlifə Ömər səhabələri məscidə toplayaraq vəziyyəti onlara açıqladı. Həmçinin bildirdi ki, onun özü Bəsrə ilə Kufə arasında bir məntəqədə qərargah qurub,
oradan qoşuna başçılıq etmək istəyir. Bu zaman Təlhə ayağa qalxıb xəlifənin fikrini dəstəklədi. Sonra Osman ayağa qalxıb xəlifəni dəstəklədiyini bildirdi və hətta ona belə bir məsləhət də verdi. Şam və Yəmən qoşunlarına da məktub yaz ki, hərəkət edib bizə qoşulsunlar. Beləliklə, böyük bir ordu ilə düşmənlə qarşı-qarşıya durarsan. Bu zaman Həzrət Əli əleyhissalam ayağa qalxdı və buyurdu: İslamın qələbələri sayın azlığı çoxluğu ilə olmamışdır. Bu, Allahın dinidir və özü onu qalib etmişdir. Bu, Allahın qoşunudur və özü onu toplamış, özü ona kömək etmişdir. Allah Taala'ya lazım olan yerə qədər İslamı gətirib çıxartdı. Bu din hara yayılmalı idisə, orada yayıldı. Allah Taala bizə qalib gələcəyimizi vəd edib. Biz də bilirik ki, Allah vədəsinə əməl edib öz qoşununa kömək edəcək. Xəlifə muncuqların düzüldüyü bağa bənzəyir. Əgər bağ qırılarsa, muncuqlar dağılıb səpələnər. Daha onları bir yerə yığmaq mümkün olmaz. Bugün Ərəb ordusu sayca az olsa da, İslamın sayəsində çoxdur və birlik, vəhdət sayəsində izzətli və qüdrətlidir. Buna görə sən bir dəyirman daşının oxu kimi müsəlmanları hərəkətə gətir və onları döyüşə ayağa qaldır. Amma əgər sən şəxsən Mədinədən çıxıb Kufəyə tərəf getsən, ətraf məntəqələrin ərəbləri itaətsizlik göstərə bilər və bu zaman arxada qoyub getdiyin öndəkindən mühüm olar. Əgər sabah qeyri-ərəbin gözü sənə sataşsa, deyəcəklər ki, bu ərəblərin rəhbəridir. Əgər onu aradan götürsək, rahat olarıq. Bu fikir onları səninlə mübarizəyə daha da həvəsləndirəcək və düşmənini qətiyyətli edəcəkdir. Deyirsən ki, düşmənlərin hücumuna görə narahatsan. Bil ki, Allahın bu işə səndən də çox ikrahı var və O, bəyənmədiyi işi dəyişdirməyə qadirdir. Deyirsən ki, düşmən ordusunun sayı bizdən çoxdur. Unutma ki, biz keçmiş döyüşlərimizdə ordumuzun sayına deyil, Allah Taala'nın köməyinə arxalanıb qalib gəlmişdik. Xəlifə Ömər Həzrət Əli əleyhissalamın sözlərini dinləyib bəyəndi və Kufəyə tərəf getmək fikrindən daşındı. Belə çətin anlarda verdiyi dəyərli məsləhətlərinə görə Ömər Həzrət Əli əleyhissalam barəsində deyərmiş: Allah eləməsin ki, bir çətinlik üz versin və bunun həlli üçün biz Əbul Həsəni, yəni Həzrət Əli əleyhissalamı tapmayaq.